Əyyub 15-ci fəsil. Elifaz. Demanlı Elifaz belə cavab verdi. Müdrik insan boş sözlərlə cavab verərmi? Köksünü şər küləyi ilə doldurarmı? Faydasız sözlərlə, dəyərsiz nitqlərlə mübahisə eləmək olarmı? Amma sən Allah qorxusunu bir kənara qoyursan, Allah huzurunda düşünməyə mane olursan, çünki sənin ağzın günahdan dərs alıb, hiləgərlərin dili ilə danışırsan, səni məhkum eləyən mən deyiləm, öz dilindir, dodaqların öz əleyhinə şəhadət eləyir. İlk doğulan insan sənsənmi? Yoxsa dağlardan da əvvəl sən var olmusan? Allahın sirrinə mi qulaq asmusan? Təkcə özünü mü müdrik sayırsan? Sən nəyi bilirsən ki, biz onu bilmirik? Sənin dərk elədiyin nədir ki, biz onu dərk eləmirik? Bizdə ağsaçlı da, yaşlı da var, onlar atandan da yaşlı olar. Sənə Allahın təsəllisi, söylədiyi xoş sözlər kifayət deyilmi? Niyə qəlbin səni belə çaşdırır, gözlərindən od çıxır? Niyə Allaha qəzəbini göstərirsən, dilindən belə sözlər çıxır? İnsan həqiqətən təmiz ola bilərmi? Qadından doğulan insan salih ola bilərmi? Allah müqəddəslərinə belə etibar eləmirsə, göylər belə onun gözündə təmiz deyilsə, haqsızlığı su kimi içən, iyrənc, korlanmış insana o etibar eləyərmi? Dinlə məni, sənə deyim, gördüyümü bəyan eləyim. Hikmətli adamların dediklərini atalarından alıb gizlətmədiyi şeyləri. O atalar ki, ölkə yalnız onlara verilmişdi, aralarına yadelli girməmişdi. Pis insan həyatı boyu əzab çəkir, zoraki adama ayrılan illərin sayı bilinir, qulağından dəhşətli səslər əskilmir. Dinc oturanda soyğunçular ona hücum eləyir, inana bilməz ki, qaranlıqdan qutara bilər, onu qılınc gözlər, hardadır deyib, çörək üçün avara gəzər, qara günlərinin yanında olduğunu bilər. Ağrı və sıxıntı onu qorxudar. Zəfər çalan padşah kimi onu məğlubiyyətə uğradar. Çünki Allaha belə əl uzadıb, külli ixtiyara meydan oxuyub, dikbaşlıq eləyib, dəyirmi sipərini tutub, Allahın üstünə hücum çəkir. Onun üzü tosqunluqdan şişər, qarnı nə qədər piyləşər, o dağılmış şəhərlərdə, kimsəsiz, yerlə yeksal olan viranələrdə, aqibəti dağılmaq olan evlərdə yaşayacaq. Varlı olmayacaq, sərvətləri tükənəcək, malları ölkəni bürüməyəcək, qaranlıqdan qurtulmayacaq, pöhrələrini alov tutacaq, Allahın ağzının nəfəsi ilə yox olacaq. Qoy boş şeyə güvənərək özünü aldatmasın. Çünki əvəzində nəsibi boşluq olacaq, işi vaxtsız bitəcək, budağı göyərməyəcək. Qorası tökülən üzüm ağacı kimi, çiçəyi tökülən zeytun ağacı kimi olacaq. Çünki Allahsız icma qısır olar. Rüşvətxorların çadırı od tutub yanar. Onlar bəlaya hamilə olub şər doğar. Bətinləri hiylə ilə dolar.